Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Maris Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Aparıcınız mən 9 sinif şagirdi Məhrəmova İlkanə və mən 6B sinif şagirdi Əliyeva Nuray. Bugünkü efirimiz Azərbaycanın milli qəhrəmanı Murad Mirzəyevə və Beynəlxalq Uşaq Kitab Gününə həsr olunub. Murad Mirzəyev 1976-cı ilin baharında Sabirabad rayonunun Muğan Gəncəli kəndində dünyaya göz atmışdır. 8-ci sinifə qədər doğma kəndlərindəki məktəbdə oxuyan Murad Mirzəyev 1991-ci ildə qəlbinin hökmü ilə Cümşüd Naxçıvanski adına hərbi məktəbə daxil olmuş, onun hərb elminə olan sonsuz marağı təhsildə fərqlənməyi həmişə diqqəti cəlb etmiş, həmçinin ictimai işlərdə də fərqlənmişdir. Murad Mirzəyev hərbi məktəbdə təhsilini fərqlənmə ilə bitirərək Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə daxil olur və 1998-ci ildə həmin məktəbi moto atıcı ixtisas üzrə müvəffəqiyyətlə bitirir. Məzun Murad Mirzəyevə diplom və xatirə qılınc və məzun üzüyü Türkiyə Prezidenti mərhum Süleyman Dəmirel tərəfindən təqdim edilir. Eyni dövrdə təhsil aldığı 600 nəfər yerli və əcnəbi tələbələr arasında Murad birincilik qazanaraq onun başkanlığı təyin edilir. 1998-ci ilin sentyabrından Murad Mirzəyev Eğir-Girdab Komanda Məktəbində 3 aylıq, 1999-cu il yanvar-iyun aylarında isə İstanbulda yerləşən Tuzlu Piyada Məktəbinin kurslarını müvəffəqiyyətlə başa vuraraq Türkiyə Silahlı Qüvvələrinin 4-cü Moto Atıcı Briqadasında Tağım komandiri vəzifəsində xidmətə başlayır. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi bacarıqlı, cəsur, gənc zabiti ölkəmizə xidmət etməyə dəvət edilir. Gəncə şəhərində yerləşən ən sayılı hərbi hissəyə təyinat alıb baş leytenant Murad Mirzəyev bir müddətdən sonra arzusunda olduğu xüsusi təyinatlı qüvvələrdə xidmətini davam etdirir. Murad Mirzəyev 1999-cu ilin oktyabrında Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən moto atıcı Tağım komandiri, dekabr ayında isə kəşfiyyat bölümündə kəşfiyyat Tağım komandiri vəzifəsinə təyin edilir. Azərbaycan xüsusi təyinatlı qüvvələrində xidməti dövründə qrup komandiri vəzifəsindən hərbi hissə, daha sonra isə briqada komandiri vəzifəsinə qədər yüksəlir. Murad Mirzəyev 2005-2007-ci illərdə Amerika Birləşmiş Ştatlarının Virginia ştatında ingilis dili və xüsusi təyinatlar üçün nəzərdə tutulmuş Ranger kursunu tamamladı. Sonraki illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən kurslarda iştirak edir və bu kursları da üstün dərəcə ilə bitirir. Xidmət etdiyi illərdə Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən biri kimi qiymətləndirilir. Polkovnik leytenant xalqımızın gözündə olimpin zirvəsinə ucalan Murad Mirzəyev müxtəlif tərtib və mükafatlara layiq görülür. O 2 dəfə qüsursuz xidmətlərə görə, hərbi xidmətdə fərqlənməyə görə medalları və 3 dəfə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yubiley medalı eyni zamanda dəfələrlə qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Murad Mirzəyev ensiklopedik biliyə malik olan hərbçidir. Türk, İngilis, Rus dillərini mükəmməl bilir. Hərbdən bəhs edən kitabları həvəslə mütaliə edir. Polkovnik leytenant Murad Mirzəyev 2016-cı ildəki aprel döyüşlərində ermənilərin təxribatına qarşı cəsarətli addımlar atmış, komandiri olduğu qrupla birlikdə yüzlərlə erməni Talış kəndi ətrafında məhv etmiş, vətəninin cəsur, qeyrətli oğlu qeyri-bərabər döyüşdə tutduğu mövqeyi bir addım belə tərk etməmiş, sinəsi düşmən gülləsinə tuş gəlmiş, şəhidlik zirvəsinə yüksəlmiş və Bakıdakı 2-ci Fəxri Xiyabanında dəfn olunmuşdur. Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında 2 övladı yadigar qalır. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə
xüsusi təyinatlı qüvvələrin polkovnik leytenantı Murad Telmanovlu Mirzəyev ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanlığı fəxri adına layiq görülmüşdür. Uşaq kitabları tərbiyə üçün yazılır. Tərbiyə isə böyük işdir. O insanın taleyini əldə edir. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilir. Bu tarix məhz 1805-ci il aprelin 2-sində məşhur Danimarkalı yazıcı uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Christian Andersen'in dünyaya göz açdığı günün şərəfinə təsis edilir. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə keçirilməsini təklif edən isə Alman yazıcısı Yella Lertmanova. Uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, ona sevgi aşılamaq, həmçinin diqqəti uşaq kitablarının nəşrinə yönəltmək bu əlamətdə günün keçirilməsində əsas məqsəddir. Təcrübə göstərir ki, bir ata və ananın uşağa verə biləcəyi ən böyük hədiyyələrdən biri mütaliə və kitaba sevgidir. Uşaqların oxumağı bacarmadığı dövrlərdə onlara kitab oxumaq, kitab haqqında müzakirə apararaq düşüncə tərzini formalaşdırmaq vacib bir yanaşmadır. Hər bir uşaq erkən yaşlarından etibarən kitabla tanış olmalıdır. Uşağınızın vücudunu bəsləyəcək qidalar seçdiyiniz kimi ağlını, ruhunu, qəlbini, qabiliyyətlərini bəsləyəcək qidalandıracaq kitablarda da seçilici olmalısınız. Məsələn, ancaq oxumaqla bitməyən, insani duyğuları bəsləyən, özünə və insanlığa faydalı, təfəkkür və düşüncəni zənginləşdirən, estetik zövqünü, hisslərini formalaşdıran, səviyyə qazandıran mütaliə hər yaşda mütləqdir. Uşaqlar üçün kitab seçərkən yaş dövründən irəli gələn daxili ehtiyacları da nəzərə alınmalıdır. Uşaqların təməl ehtiyacı sevgi ehtiyacıdır ki, bu hiss onlarda güvən hissini formalaşdırır. Sevgi hissini onlar ailədə və ailə münasibətlərində tanıyır və öyrənir. Buna görə xoşbəxt ailə hekayələrini anladan maraqlı hekayələri uşaqlar sevə-sevə oxuyurlar. Uğur qazanmaq ehtiyacını uşaqları erkən yaşlarından oxunan qəhrəmanlıq dastanları, nağıllar və buna bənzər hekayələr ödəyir. Uşaq böyüdükcə özünü ruhən bu qəhrəmanlara oxşadır, daim birincilik və uğur qazanmağa can atır. Digər bir ehtiyac isə uşaqların sosial çevrə qazanmaq ehtiyacıdır. Bu mövzuda yazılmış əsərlər tanınan insanların yaşadıkları hisslər, keçirdikləri istirablar, problemlərini necə həll etdikləri uşaqların düşünərək nəticə çıxarmasına kömək edir. Bir Yılmazdan soruşanda ki, hansı kitabları öz müəllimi hesab edir? O heç düşünmədən bir neçə biografik kitab adı çəkir. Doğrudan da avtobiografik əsərlər bizə başqalarının səhvlərindən və uğurlarından öyrənməyə imkan verir. Hər bir insan özünün qeyri-adi həyatını yaşayır və qeyri-adi hadisələrlə qarşılaşır və bu ilk növbədə haqqında kitab yazılan insanlara aiddir. Dəyərli radyo dinləyicilərimiz, bizə ayrılan etkin sonuna gəldik. Gələn illərdə görüşürük.